Salam əziz izləyicilər. Bir çox hallarda yəqin sizin də qarşınıza çıxıb. Görürsən ki, qonşuda ya küçədə gedəndə ya hardasa kombi qoşulanda uğultu səsi ətrafa yayılır. Çox yüksək, ucadan səs yayılır ətrafa. Bax, bu əksər hallarda fanın səsidir. Ona görə bəzən lazım gəlir ki, köhnə avadanlıqlarda lazım gəlir ki, kombini yağlayasınız. Ömrünüz alar da, yəni bir qədər az uğulduyar, biraz çox işləyər, dəyişənə qədər. Onu bu hissədən yağ sürtürsünüz. Bax, bu rotor burada fırlanır. Bu hissəyə biraz yağ sürtürsünüz və o səs azalır. Bəzən əməli başda azalır, səssiz işləyir. Yəni, buna da fikir verin. Düzdür, adam gecə yatanda bəzən uğultuya öyrəşir qulağı, onu narahat eləmir, amma bəzən də yatmağa da qoymur o uğultu. Yəni, onu yağlamaq lazım gəlir. Köhnə kombilərdə bax, bu gərəkli bir işdir. Sağ olun, sağlıqla qalın, izləyin, abunə olun, əgər bəyənirsinizsə mənim kanalımı. Hələlik.